Hər dəfə siz həyəcanlanırsınız o sevəndə. Bəli, və onu demək deyirəm ki, mən belə sevmişdim. Mən sizi bayaq qarşılayanda hamı sizə baxırdı, hamı sizi tanıyır. Amma bir anlıq heç kim sizi tanımır. Mən yaşamışdım belə bir şey, yəni tanımış olmayana qədər. Mən də çox istərdim ki, biz gözəl bir yer tutaq, amma istədiyimiz yer tuta bilmədik. Bilirəm ki, pul lazımdır, sevirəm pulları çox, amma öz statusumu qorumaq çox sevirəm. Mən yenə də hər şeyi dəyişdirdim, çevirdim öz tərəfə və indi oradayım, harada istəyirəm olmaq. Qismət. Dilarə xanım, sizə görə sevgi insanı gücləndirir, yoxsa zəiflədir? Yəni, öz həyatınızda hansı daha çox olub? Məncə sevgi belə bir hissdir ki, iki tərəfli ola bilər. Yəni, ən yaxşısını sənin içində böyüdə bilər və ən pis hansısa bir xasiyyətin məqamları da göstərə bilər üzə. Çünki biz sevəndə o qədər ürəkdən sevir və o qədər ürəkdən sevmirik məncə ki, bu iki tərəfli ola bilər. Məncə sevgi qaldıra da bilər insanı, məhv eləyə də bilər insanı. Çünki mənim həyatımda sevgi məni məhv eləmişdi də və qaldırmışdı göyə. Həm qaldırıb, həm də məhv eləyib. Bəli. Bu eyni sevgidən gedir söhbət? Yoxsa iki fərqli sevgidir? Ümumiyyətlə, mən əgər sevirəmsə, mən sevirəm. Və bu hiss çox böyükdür və ürəkdən gələn bir şeydir. Və əgər əks tərəfə dönürsə, eyni hisslər keçirir, amma əks tərəfə. Olur nifrətə. Nifrətə, bəli. Deməli, bu hər ikisi eyni insana aiddir. Ümumiyyətlə, mənim sevgimə, yəni mən necə sevirəm ona aiddir. Çünki mən sevgini belə keçirdirəm, belə deyim sizə. Çünki mən sevirəmsə, sevirəm çox. Biz bugün köməkçilərlə eyni söhbət eləmişdik ki, mən biraz bundan qabaqki Dilarənin üçün darıxıram. Niyə? Çünki biz bundan qabaq o qədər sevə bilirdik, fərqli, o qədər. İndi bilmirsiniz. Eyni 19-20 yaşındakı kimi yox. Və buna görə biraz narahatım yox. Mən bilirəm ki, məsəl üçün biz indi bu nöqtəyə gəlmişik öz həyatımızda. Nəsə baş verib həyatımızda. Məhv ola biz artıq möhkəmləşmişik və olmuşuq belə. Amma bu möhkəmliyin bir əks tərəfi də var ki, biz artıq 20 yaşında kimi sevə bilmir artıq. O qədər yəni. Məhv olmağı daha qorxursan indi olmağı. Gəlin belə danışaq. O ilk sevgi var ha. Bəli. İlk sevgi, hansı ki biz bilmirik. O toxunanda həyəcan başlayır. Amma növbəti sevgilərdə toxunanda o, deyə bilərik bu həyəcandır, ay nə bilim nədir. Amma bunu artıq ikinci, üçüncü, dördüncü, beşinci, 10-cu dəfə deyirsənsə, bu təcrübədir. Artıq təcrübə danışmağa başlayır. Təcrübə, amma məncə təcrübə biraz yox. Hər dəfə siz həyəcanlanırsınız o sevəndə. Mən həyatımda 3 dəfə sevmişim, çox möhkəm. Üçündə də həyəcanlanmısınız. Bəli, amma üçündən sonra artıq belə sevə bilmirəm. Çünki hələ bir limit var idi. O limiti üçüncü sevgidə bitdi yəni. Atalar üçdən deyibdi. Bəli, və onu demək deyirəm ki, mən belə sevmişdim. Çox ürəkdən, yəni məhv olmağa da hazır idim. Amma indi çox bəlkə sevə də bilmirsən. Niyə? Çünki qorxursan ki, məhv ola bilərsən. Deməli, həyat dərs verir. Məhv olmağı qorxursan, deməli sevə normal bilmirsən. Çünki bu, məncə iki hiss çox bir-birinə bağlıdır. Ona görə elə 20 yaşındakı Dilarənin sevgi haqqında düşündükləri ilə bugünkü Dilarənin düşüncələri arasında nə dəyişib? Həyat sizə sevgi haqqında hansı sərt dərslər verib? Belə başa düşürəm, bu dərslər sərt dərslər olub. Bəli, bu sərt dərslər olub. Amma mən yenə də sevinirəm ki, bu dərslər mənim həyatımda olub. Çünki yenə deyirəm ki, mən indi həmin Dilarəyəm ki, bu nöqtələri, bu məqamları həyatımda keçib. Niyə yaxşı, deyə bunu siz sevə bilmirsiniz? Yox, sevə bilirəm. Sevə bilirəm, amma... Sevmək istəmirəm. İstəyirəm. Amma bir tərəfdən də sevə bilirəm. Sevə bilirəm, amma yəni belə bir insan o qədər... Ki, əlimi yenə oda, ateşə vurmaq istəmirəm. İstəyirəm. İstərdim ki, belə bir sevgim olsun həyatımda. Amma rast gəlmir belə bir sevgi. Ya da mən artıq belə dəli kimi sevə bilmirəm, ya da rast gəlmir hələ ki, belə bir insan. 20 il öncəki Dilarə indiki Dilarədən nə ilə fərqlənirdi? O da belə sevirdi? Yox, o belə deyildi. O məhv olmağa hazır idi. O hazır idi, o sevirdi, o özünü oda atırdı, o heç nə fikirləşmirdi. Sabahı yemək yemirdi, yatmırdı, içmirdi, nevroz keçirdirdi, depresiyalar keçirdirdi, amma sevinirdi ki, bu sevgi var həyatında. Bu günləri Dilarə xanım ağıllanıb. Özünü çox sevməyə daha çox başlayıb. Çünki mən gecələr yatmasam, yemək yeməsəm indi, məncə, yəni axırı çox pis ola bilər.
Ona görə daha amma yenə deyirəm ki, belə sevmək, hərdən bir darıxıram, belə o da yanmaq. Bu oda yanmaq yaxşı mənadadır, pis mənadadır. Yaxşı mənadadır. Yəni pis mənada çevrilə belə yaxşı sonra. mənada Amma necə oda yanırıq? Mən məsələn Dilarə xanım sevəndə odda necə yanır? mən insanı sevirəm, insan da məni sevir. Alov var. Sonradan o alovu həm də yandırır axı. Sonrası sonradır da. Biz axı Sonra əvvəli o danışırıq. sonra- Mən sonrasını sonra o cızza. Məncə bu problem indi bizdə odur ki, biz hələ bir bilirik ki, axırda nə olacaq artıq. Və biz onun daha öncə də getmirik çünki axırını bilirik belə olacaq. Amma axırı gələcək ya gəlməyəcək biz və necə olacaq axı biz bilmirik. Məncə bizim təcrübəmiz problemi odur ki, Sizcə nə zaman axırı yaxşı olur? olur bəli. Ola bilər. Ola bilər elə olur. Olur və olur. Ola bilər də. Amma mənim göz qabağımda Amma var ümid belə edirsiniz bir ki, ola insanlar. bilər. Ümid etmirəm. Göz qabağımda görürəm ki, məsəl üçün dostlarımın ailəsi çox uzun müddət bərabərdir. 70-80 yaşları onlar hər indiyə qədər bərabərdirlər. İndiyə qədər bir-birini sevirlər, bir-birinə çox gözəl baxırlar. Bilirəm ki, onların həyatında çox şey vardı ki, onlar keçdilər bərabər. Amma bu sevgini görəndə başa düşürsən ki, var belə bir sevgi, var. Bəzən ayrıldığımız insanlar yox, həmin insanlarla birlikdə olduğumuz versiyamız üçün darıxırıq. Məsələn, sizin həyatınızda belə biri olub ki, bugün geriyə baxanda onunla olan o Dilarə üçün darıxırsınız. Yox, mən deyə bilərəm ki, mən özüm üçün ancaq darıxıram. İnsanla, yəni mən belə bir insan idim ki, mən sevirdim. Yəni o sevgi mənim içimdə var idi. Mən onsuz da belə sevə bilirdim. Hamısı eyni Dilarə, hamısı eyni Dilarədir. Bəli, çünki mən axı Dilarəyəm, yəni mən özüməm və mən necə sevə bilirdim, o var idi mənim iç dünyamda. Yox, bəzən məsələn, sizin danışdıqlarınızda mən belə qənaətə gəlirəm ki, 20 yaşındakı Dilarə biraz sevgidən asılı olan bir Dilarədir, hansı ki, yemir, içmir, yatmır. Bəli, biraz asılılıq var idi sevgidən. Ona görə deyirəm ki, görün nə qədər fərqlər. O Dilarə üçün darıxmırsınız. O Dilarə üçün darıxıram, sevgi ilə bağlı biz danışanda. Bəli, çünki bu, yəni indiki Onun Dilarə. yatmamazlığı var, yeməməzliyi var. Amma hərdən bir onda istəyirsən axı. Biz axı sənət insanıyıq. Biz yanmasaq, biz sevməsək, məhv olmasaq, axı biz necə sonra onu oynaya bilərik, insanların ürəyinə toxuna bilərik. Axı bu bizim bagaj kimi bizim iç dünyamızda olmalıdır ki, biz onu çıxardaq. Siz aktyorluq eləyəndə, rol oynayanda, axı siz öz hissiyatının təcrübənizi, keçidin təcrübəni çıxardırsınız. Bəzən istəmirəm onu ora gətirim. Amma rol axı belə bunu istəsək neynəyəcəksiniz? Yəni mən də onun tərəfdarıyam ki, bizim təcrübəmiz var, bəli, məhv olmaq istəmirəm, amma yenə də bu hisslər olmalıdır bizdə axı. Mən necə sevgidən ayrılıqdan Çox oxuyum? maraqlı bir istotur. Siz məhv olmaq barəsində danışdınız, amma gözləriniz gülür. Mən belə insanam. İki tərəfli, belə deyək. Yəni sevgi varsa sevgi varsa məhv də ola bilərsən, xoşbəxt ola bilərsən. Bəli, İkisi bir yerdə də ola bəli, bilər. bəli. Mənim həyatımda təcrübə biraz ağırdır yəqin ki, ona görə mən biraz qorxdum da, yəni bu mənim. Hər ikisini yaşamısınız. Bəli. Əgər bir gün oyanıb bütün məşhurluğunuzu itirsəniz, insanlar sizi tanımasa, səhnələr olmasa, sizcə Dilarə yenə xoşbəxt ola bilər? Yoxsa şöhrət insanda görünməz asıllıq yaradır? Təsəvvür edin ki, siz şəhərə çıxırsınız. Mən sizi bayağı qarşılayanda hamı sizə baxırdı, hamı sizi tanıyır. Amma bir anlıq heç kim sizi tanımır. Siz şöhrətli deyilsiniz, şöhrətiniz yoxdur, səhnələr yoxdur. Ümumiyyətlə, yəni ümumi dünyada belə bir şey yoxdur. Amma Var, mən sizə deyə var, bilərəm ki, siz sadəcə mən olaraq. yaşamışdım belə bir şey. Yəni tanımış olmayana qədər. Unformal qrupda olanda biz hələ ki seçim tolağı keçməyən, Singorsanqa hələ getməyəndə belə bir həyat yaşamışdım. Amma mən bilirdim ki, bir gün mən tanınmış bir insan olacağım. Çünki mən Nicəsənət gimnaziyasını bitirəndə orada yazmışam ki, mən artist olacağam, məşhur insan olacağam. Və mən bunu 11-ci sinifdən artıq bilirdim. Ona görə Dilarə yenə də məşhurlaşardı. Yenə də tapardım bir, hardan biliyor. Çünki mən İncəsənət gimnaziyasını rəssam kimi bitirdim. Rəssam kimi ola bilərdiniz. Rəssam ola bilərdim. Konservatoriya, məsəl üçün, opera ifaçı kimi bitirdim. Yəni əslində Rustam İbragimbeyev məktəbi, aktyorluq, bəli, onu da bitirmişəm. Məncə mən özümə tapardım nəsə. Çünki mən həmişə o tərəfə gedirdim. Birinci, mənim babam aktyor idi, Kazımov Dadaş. Ona görə, yəni biz ümumiyyətcə Bakıxanovdur. Yəni biz ümumiyyətcə belə bir yaradıcı ailədə böyümüş. Bəli. Dilarə xanım indi düzün deyir, bir sirr açım. Heç bu Dilarə xanımın yadına gəlmir. Sirat körpüsünün çəkilişi zamanı mən setdə olarkən hamını tanıyırdım. Bütün çəkilənləri sizdən başqa. Hətta sual verdim ki, niyə bu qız? Dilarə çox yaxşı aktrisadır, çox yaxşı müğənnidir.
nə zamansa siz onu tanıyacaqsınız falan filan. Axı bu bizə çox belə gülünc gəlir. Həmişə kiminsə perspektivası haqqında danışırlar, amma görürsüz deyilənlər olur. Deyilənlər Çox sağ olun. həyata Mən keçir. çox şadam ki, Samir də mənə inanmışdı və Sonsuz Yol Amformlu qrupu biz soundtrack çəkmişdik və çox ağır bir filmdir. Çox xoşuma gəlir. İndiyə qədər baxıram Sonsuz Yol gözümdə olur. Çünki çox belə ağır bir məqamlar toxunulub orada. İndiyə qədər aktual olan bir məqamlar, uşaqlarla bağlı. Yəni çox və mən görürsüz sevinirəm ki, deyiblər və belə oldu. Mən inanıram ki, belə də olmalıydı. Çünki mən o Niyə tərəfə belə getmişdim. olmalıydı? Çünki bu hədəf həmişə mənim hədəfimdir. Mən uşaqlıqdan oxuyurdum, rəqs eləyirdim, tikirdim paltarlar, şou göstərdi, yeni il, hamını otuzdururdum, şou göstərdik, mən də oxuyacam. İndi mən şəkillərə baxıram, gülürəm çünki mən fikirləşirəm ki, nə qədər səbirli olmaq lazım idi. Evdəkilər ki, oturub saatlarla mənə qulaq asıb baxmışdılar. Amma nənəm də çox mənə inanırdı və Özünüz də inanırdınız. bəli, və mən inanmaq bir tərəfə, hər iki balaca olanda axı başa düşmürsən heç nə, sadəcə hisslərlə davranırsan, hisslərlə hərəkət edirsən və mən hisslərlə bu oxumağı çox sevirdim. Mən hər zaman məsələn bunu deyirəm ki, sadəcə olaraq səbəb salmaq lazımdır, çünki Allah ədalətlidir. Allah heç bir əziyyəti yerdə qoymur. Amma qoya bilər məncə hərdən bir. Onu da rast gəlirəm, mən bilmirəm niyə Deməli, belədir. çünki məsələn o rast gəldiyiniz situasiya var. Mən bunu necə açıqlayıram? Biri hər şey edə bilər. Mən inanıram ki, sizin yaşınızda, sizin qədər, sizdən daha çox kimsə kamera önünə keçmək istəsəydi, Allah ona verəcəkdi, sizə yox. Yox, məncə qismət, mən qismətə inanan bir insanam. Mən Bəs qismətə inanıram. zəhmət? Zəhmət və qismət olmalıdır. Həmişə belə bir şeylə fikirləşirəm. Düzgün yerdə, düzgün vaxtda Uğur olmaq güclülərin yanında olur. cəsarətli insanların yanında olur. Mən belə fikirləşirəm ki, ən belə maraqlı bir şeylə risk gedən insanlarda ola bilər. Böyük bir uğur. Çünki sən böyük bir riskə gedəndə böyük bir uğur ala bilərsən ya da böyük bir Böyük bir darmadağınla rastlaşa bilərsən. bəli, amma o da var da, yəni xasiyyət, cəsarətlisənsə qismət necə yəni olacaq? Və mən qismətə çox inanan insanam. Çünki bax, mən incəsənət gimnaziyasını rəssam kimi bitirmişəm və oradan çıxanda mən istəyirdim ya rəssamlığa girim, ya psixoloqa girim, ya advokatur. Yəni belə bir şey mənə maraqlı idi. Psixologiya, Və- vəkil və Bəli, rəssam. Rəssam. Və Bakı payızı başlayıb və mən fikirləşdim ki, Bakı payızı iştirak eləmək istəyirəm. Oxumağı bilmirdim heç cürə, yəni sadəcə evdə özüm üçün oxuyurdum. Oxuya bilmirəm, amma iştirak eləmək istəyirəm. Bu necə olur? Bu belə olur. Biz hamımız Buna belə, deyirlər yəni cahil gənclər- cəsarəti. Və belə deyiblər ki, gedin konservatoriyaya bir müəllimin yanına. Ki, bir mahnı vermək üçün biz sənin səsini başa düşməliyik. Hansı bir səsdir, hansı bir diapazon götürək. Mən getdim, müəllimə dedi ki, sənin böyük bir opera səsin var. Sən mütləq konservatoriyaya girməlisən və ancaq bir il sən itirəcəksən, nə mənada? Sən hazırlığa gedirsən, sonra girirsən konservatoriyaya. Siz təsəvvür edin ki, mən ümumiyyətcə heç planlarım yox idi. Amma ora gələndə, yəni o da qismət axı, Bakı payız, o fikir hardan gəlib ki, mən ora gedim. Qismətdir, Allahın məncə işidir. Və mən ora gedəndə mən başa düşdüm, mamaya gəldim, dedim ki, təsəvvür elə belə bir şey deyirəm. Mama dedi ki, gəl proba eləyək, gir konservatoriya. Çünki mama da pianist idi. Gedim konservatoriya 5 il orada oxudum və qismətdir. Və mən sizə deyim, 6 yaşım olanda biz papa ilə getmişdik xoreografik uçuşa Rima xanımın yanına. Rima xanım direktor idi də o vaxt və balerina getmək istəyirdim və məni götürmədilər. Bilmirəm niyə, amma yəqin ki, ayaqlarım yəni Uyğun gəlməyib. uyğun gəlməyib, bəli, və Antropometriyaya uyğun gəlməyə bilər. götürməyiblər. Amma deyiblər ki, növbəti il gəlin. Və siz inanırsınız, biz növbəti il getmədi, amma ikinci kursda olanda mənim yadıma gəldi ki, xoreografik məktəbinə çıxanda, avtobusa oturanda, konservatorun qabağına keçəndə mən bilmirdim ki, bu konservator. Amma soruşdum, ay papa, bu nə gözəl bir belə məktəbdir. Mən burada oxuyacağam. Deyir ki, bir gün gələcək, sən burada oxuyacaqsan. 6 yaş və ikinci kurs. Qismət. Qismət. Maraqlıdır ki, məsələn, Dilarə xanım psixoloq necə olardı? Dinləməyi bacarırsınız? Dinləmə bacarıram, amma emosiyalar üzümdə yazılır. Amma psixoloq da belə bir şey olmamalıdır. O sadəcə düzgün, yəni sizi qulaq asmalıdır. Amma mən özümdə yəni ki, görsənəcək bəzi şey. Ona ki, psixoloqa getmədim. Rəssam? Rəssamlığı mən çox sevirdim. Hərdən bir indi eskizləri özüm məsəl üçün qururam. İnsanlar sizi güclü qadın kimi görürlər. Güclü görünən insanların gizlətdiyi qorxular olur. Sizin heç kimə demədiyiniz, amma içinizdə daşıdığınız ən böyük qorxu haqqında danışaq. İtki. Mən filosofiya kimi də çalışıram öz iç dünyada filosofiya tapım buna qarşı. Çünki
çox bilsəm itkilərə qarşı çox bağlanıram. Mən ümumiyyətcə bağlanan insanım. Əslində belə görsənmir bəlkə, amma məsəl üçün tez Yox, görsənir. bağlanan deyiləm. Getdikcə çox bağlanıram və Görsənir. çox gözəl bir dost və çox yaxın insan ola bilərəm. Və çalışıram belə bir insan olum. Və mənim üçün itkiləyən əgər yaxındırsa mənə kimsə, itkilərdən çox qorxuram. Çünki çox darıxıram insan üçün. Çox belə etkilər olub. Papa, nənəm və itim, yəni mən bilirsiniz ki, öz heyvanlarım, uşaqlar kimi baxıram və hərdən bir mən onlara baxanda, modum olmayanda evdə özümə deyirəm ki, eləmə. Yəni vaxt azdır, onlara bax. Bütün günü onlarla keçir, sevgi ilə də heç bir saniyə itirmə. Çünki sonra vicdan azabı çox pis gələcək üstümə. Eurovision haqqında illərlə danışılıb, amma bugün bütün emosiyalar soyuyandan sonra və səmimi cavab istəyirəm sizdən. Sizin həyatınızda həqiqətən nəyi dəyişdi Eurovision? İnsanların düşündüyü qədər böyük dönüş nöqtəsi oldu mu? Çünki hamı deyir ki, məsələn Eurovisiondan sonra Dilarə xanım ortaya çıxdı. Dilarə xanımın ulduzu parladı. Yəni doğrudan da bu qədər olub. Biraz Yoxsa biraz böyüdülər? yox, məncə əksinə olub biraz. Niyə? Çünki istədiyimiz yeri tuta bilmədik. Amma Və insanlar məni necə qınayırdılar çox buna görə. Bilmirəm niyə əslində səhnə quruluşu mən etməmişdim. Yəni mən də çox istərdim ki, biz gözəl bir yer tutaq, amma mən birinci idim ki, belə bir yer tutduq və amma insanlar çox məni qınamışdılar. Yəni mən deyə bilməzdim ki, Avroviziyadan sonra parladı mənim ulduzum. Avroviziya mənə böyük bir təcrübə verib və mən çox xoşbəxt. Mən 3 il, 3 seçim turları keçmişdim. 2008-ci 14-ünə qədər. Və mən oturub fikirləşmişdim ki, və Allah-Taala'la danışmışdım. Deyəcək ki, Allah-Taala, axı niyə belə oldu biz? 3-cü sınaq idi və niyə mən belə bir yer tutdum? Axı 3-cü sınaq olanda bir yaxşı bir yer tutmalıydım axı. Qismət. Qismət, amma Avroviziyadan sonra mən niyə görə sevindim? Çox. Çünki ölkəmi təmsil etmək istəyirdim. Bu mənim arzum idi və böyük bir səhnə, o qədər böyük təcrübə, həyatımda heç vaxt keçirdim təcrübə indiyə qədər. Orada bu təcrübəni keçdim. Yəni, böyük səhnələr, hazırlıq, bütün komanda səhər saat 10-da sənin qapını döyülür. Dizayner özü gəlir, özü hər şeyi seçir, hər şeyi seçir özü. Qoyur qabatın üstündən sənə köməklik edir və belə bir gözəl olduğunuz həyatını sən yaşayırsan. Və nə yaxşı idi bir tərəfdən ki, daha da möhkəmləşdim. Çünki bugün belə bir təklif olsa yenə də gedərdim, inanırsınız. Mən dedim də, əvvəlcədən bizim söhbətim necə idi, alov, sonra məhv olmaq, alov. Mən belə bir insanım, qorxuram, istəyirəm, qorxuram. Yəni. Amma mən inanıram ki, bu dəfə daha da maraqlı hər kəs üçün olar mənim iştirakım. Niyə? Çünki fərqli mahnı, fərqli bir Dilarə, ümumiyyətcə hər şey fərqli. Onu tərcüməni içdən başa düşəndən sonra, ümumiyyətcə biraz daha oyun kimi yaxınlaşmaq lazım. Mənim üçün biraz dramatikdir hər şey, hərdən bir. Amma mən özümə deyirəm ki, həyat bir oyun, sonsuz duman yol. Bugünə qədər haqqınızda eşitdiyiniz ən ağır və ən haqsız fikir nə olub? Əslində mən öz barəmdə çox şeylər eşitmişəm. Amma yadımda qalmayıb. Sadəcə hərdən bir indiyə qədər şokdayım. Çünki insanlar dostlarıma, yaxın insanlara üzərinə dura bilərlər və deyə bilərlər ki, məsəl üçün, bu situasiya belə olub. Amma bu situasiya ümumiyyətcə belə olmayıb və bu insan da bunu bilir. Amma insanlar üzə dururlar, deyir ki, belə olub. İnsan deyir ki, mən orada olmuşam. Deyir ki, mən də orada olmuşam, belə olub. Amma belə olmayıb. Və mən şokdayım çünki mən əslində yalan sevən insan deyiləm. Mən yalancı deyiləm, sevmirəm, çalışıram, dürüst olum və hər şey üzümdə görsənir. Boşanmadan sonra bəzi şeyləri eşitdim. Əslində indiyə də qədər belə maraqlı bir şeylər eşidirəm. Bilmirəm haradan götürülür. Amma məncə danışsınlar, çünki danışmayanda Fayna Raneska deyəndə yəqin ki, daha maraqlı deyiləm insanlar, amma danışanda deməli maraqlıyım və mən çox rahatam. Çünki biz həmişə məşhur insanların barədə bəzi şeylər eşidirik. Sosial şəbəkələrdə hər kəs özünün ən yaxşı versiyasını göstərir. Bəs Dilarə Kazımovanın paylaşmadığı tərəflər hansılardır? İnsanlar sizin hansı problemlərinizi heç vaxt görmürlər? Məndə 2 dənə mənfi bir tərəfim var. Emosional. Bu mənfi tərəfdir. Mənfi tərəf, bəli. Emosional və səbirsizlik. O Və bu emosional səbirsizlik- tərəfinizi çəkiliş meydançasında görmüşəm. Bir dəfə. Amma bu nöqtələri mənə gətirmək lazımdır.
əslində orada haqlıydınız. Həddindən Bəli, artıq çox amma haqlıydınız. haqlı olanda da eyni zamanda vicdan azabı çəkməyə başlayıram. Çünki insanların üstünə sevmirəm qışqırmağı, sevmirəm ümumiyyətcə neqativ dava Amma bəzən qurğuna. insanları o yerə gətirib çıxardırlar axı. Amma mən özümü təqsirkar görürəm ki, səni gətirsələr də, amma sən niyə gedirsən bu emosionun dalınca? Yəni axı sən böyük insansan, sonra böyüksən Dilarə, niyə bunu edirsən? Yəni mən həmişə hər yerdə təqsirkar özümü görürəm. 15 dəqiqədən sonra mən sizi sakitləşdirmişdim və siz geri çəkiliş meydançasına Niyə geri görə dönmüşdünüz. sakitləşdirdiniz? Çünki siz mənə dediniz, Dilarə, bir dənə aşağı bax, 50-40 nəfər dayanıb və sən indi setdən getsən, bu 30-40 nəfərin Haqqına girməkdir. haqqına girməlidir və onların bütün işini, yəni əzabını indi sən öz... Çox pis adamı manipulyasiya eləmişəm əslində. Mən bu manipulyasiya tutdum və görürsünüz nə qədər, neçə vaxt keçib. Çünki insanları sevdiyinizi bilirdim, insanlara Və münasibətinizi şadam ki, bilirdim. qaldım. Çünki film çox gözəldir və çox xoşuma gəlir. Əslində, mən hər dəfə mən bu emosiyonu tuta biləndə, bu kontrol elə biləndə mən sevinirəm. Çünki oradan geçsəydim pis olardı. Amma film o qədər maraqlıdır. İndiyə qədər Görürsünüz ümumiyyətlə çox emosional, amma üstündən bir 3 dəqiqə, 5 dəqiqə keçəndən sonra yenidən eyni. buğayımda mənə lazımdır 3 dəqiqə. Mən özümü divara çırpım, özümü harasa çırpım. Şillə və hərdən bir özümü döyüm. Çünki özümü toparlamaya qısa bir müddət. Muzikantlarla olub belə bir şey. Kimlənsə danışmırsan, amma çıxırsan səhnəyə, səhnədə də göstərirsən ki, hər şey gözəldir. Və ona görə mən biznesimizi belə deyək. Çox sevirəm bizim üslubumuzu ya da Ki, heç bir halda sənətimizi. səhnədə məsələn o qanqaraçılığı, mənfi enerjini göstərmirik. Göstərmirim. Çünki insanlar axı buna görə Məncə heç də gəlmirlər. hamı sizin kimi deyil. Amma insanlar məsəl üçün pul verəndə onlar xoşbəxtlik istəyirlər, əyləncə istəyirlər. Onlar sizin nəticənizi görmək istəmirlər. Bəli, və onların evində o qədər ağır, biz hər kəsi otuzdurub soruşsaq, o qədər insanlar dərdləri var. Və onda dərdləri yada salmamaq üçün gəliblər bizim yanımıza. Və mən necə onun öz dərdimi onlara göstərim? Axı biz əyləndirməyə gəlmişik ki, hər şey gözəldir, hər şey yadınızdan çıxsın. Yarım saat biz bərabərisini keçirdilər və onlar insanlar bunu istəyir və mən onları başa düşürəm. Siz təsəvvür ki, mən səhnəyə çıxsam başlayacağım ki, bu belə deyil, mikrofon işləmir, səs işləmir, arxa fon getmir. Necə biz səhnədən sonra nəsə düzgün getməyəndə, bizim komandamız arasında bizi dava başlayır. Çünki bizə təcrübə 5-4 ilə yaxındır. Komanda eynidir və hər şey bilirlər. Səhnədə hər şey necə olmalıdır. Arxa fon, mikrofon və s. Amma yenə də biz indiyə qədər bərabər. Çünki yola vermək artıq bacarırıq və mən çox tələbkar insanım. Bu çox böyük problemdir mənim üçün. Özümə də çox tələbkaram. Yəni insanlara da qarşı. İşdə ümumiyyətcə tələb. Yəni şəxsi həyatımda burada necə yola verə bilərəm. Amma işdə yox. Yəni hər şey dəqiq olmalıdır. Dediniz iki sevmədiyiniz xüsusiyyətiniz var. Biri emosiya, ikincisi Səbirsizlik. Səbirsizəm. Hər şeyini də istəyirəm. məşhurluğun sizə gətirdiyi ən ağır yük nədir? Məsəl üçün mən belə bir yol seçmişəm özümə ki, pulu çox sevirəm, amma çox pulun dalınca qaçmıram da. Məsəl üçün bilirəm ki, hansısa bir mahnı amma üslubunda olmasın. Amma mahnı məsəl üçün öz üslubumda deyil, çıxardaram. Öz üslubunuza xəyanət etmirsiniz. Xəyanət etmək sevmirəm. Özü sənədə xəyanət etmək mənim üçün ən ağır bir şeylərdir və Əminəm ki, sizin ətrafınızda adamlar var ki, deyirlər ki, Dilarə xanım bunu oxusan partladar. Belə bir insan yoxdur ki, mənə yaxınlaşmasın deməsin. Məsləhət verən insana hər kəs mənə belə deyir. Və hər kəs fərqli üslublar, bax bu üslubu qulağız, 100% partladacaq. Və insanlar çoxdur və mən eşidirəm onları, qulaq asıram. Hərdən bir bəzi, məsəl üçün şeylər mən görmürəm, insanlar daha da ətrafdan görürlər onu, yəni belə. Və mən onları qulaq asıram. Amma yəni çox məsləhət verən insanlar var. Mən buna görə biraz yoruluram. Və hətta sən hörmətdən axı qulaq asmalısan. Yəni məsləhət bir tam yerində olmasa da, amma səbirsizlə, hörmətlə yaxınlaşmalısın. Çünki sonra pis olacaqsın. Məncə belə bir şey var. Amma mən məşğulluğu siz dediniz ki, ən ağırı nədir ki? Odur ki, öz pilləvi tutmaq və düşməmək oradan. Orada qalmaq. Qalmaq və qalxmaq, inkişaf etmək, düşməmək oradan. Öz statusunu saxlamaq biraz o çətindir, hərdən biri olur. Məncə hamıya bu belə çətindir. Çünki bizim işimiz stabil deyil. Bizim işimiz ya var, ya olmaya da bilər, ya yenə də var. Və biraz mən buna öyrəşməmişim hər iki indiyə qədər. Çünki mən biraz buna stabillik biraz sevir. Amma mən yenə də bu oyunu çox sevirəm. Olub ki, məsələn, pula ehtiyacınız var.
və təklif olunan bir layihə var ki, çox yaxşı da müqabilində pul verirlər. Amma mən evdə oturaram, amma ona hə demərəm. Var belə bir şey və tez-tez belə bir şeylər olur. Məsəl üçün mən başa düşürəm ki, bir layihə üçün mənə lazımdır pul, amma mən başa düşürəm pul, beyin mahnımız çıxır pulla da gəlib, mən ondan da danışmaq istərdim. Bilirəm ki, pul lazımdır, sevirəm pulları çox, amma öz statusumu qorumaq çox sevirəm. Çünki Avroviziyadan sonra biraz niyə çətinlik oldu mənim üçün? Çünki insanlar axı məni çox qınayırdılar və mən yenə də hələ bir insanlara özümü təsdiq etməli idim. Sıfırdan başlamaq. O çətin. Çünki insanlar kimi yeni başlayıb Avroviziyaya gedib, onların belə bir sizə deyim ki, bu perspektiva var. Amma sən Bakı Pay 2004-cü ildə 2014-də gedəndə artıq o qədər məsuliyyət də var üstündə və mən yenə də sıfırdan başladım. İnsanlar demək ki, mən yaxşıyam, mən gözələm, mən istedadlıyam. Yəni orada bir ədalətsiz bir şey oldu bizə qarşı və s. Və mən şadam ki, mən yenə də hər şeyi dəyişdirdim, çevirdim öz tərəfə. Ben indi oradayım, harada istəyirəm olmaq. Niyə pul haqqında mahnı? Niyə pul? Pul sizdə, bir də Niyə bizdə. seçim pul? Pul çox aktualdır və həmişə aktual bir energiyadır, belə deyək. Və mən klipdə pulun egregoru oynamaq istədim. Egregoru mən indi deyəlim, egregor bir qüvvədir. Və deyirlər ki, egregorlar fərqli-fərqli elə. Pul öz egregoru daşıyır. Məsəl üçün, sevgi öz egregoru, negativ öz egregoru daşıyır. Məsəl üçün, görürsünüz ki, insanlar internetdə çox negativə köklənir və s. Bu egregor elə bir deyək ki, orada qidalanır. Mən də bu klipdə pul egregoru oynadım. Və hətta orada var belə bir səhnə harda insanlar bir-birini döyürlər mənə qarşı ki, məni bir əldə tutmaq, bir toxunmaq bir saniyə orada və bir-birini verməyə toxunmağa, çünki bir-birini döyürlər. Və biraz insanlara pula qarşı belə bir şeylər var. Çünki yenə də deyirəm ki, pul çox gözəldir, pul qazanmaq da çox gözəldir. Amma olur hərdən bir belə layihələr deyəndə ora qayıda. Mən həmişə özümə sual verim ki, okey Dilarə, sən bu proyektdə elədin. Məsuliyyət apara bilərsənmi bu addımın? Ki, sənə sonra sual versən. Ya da çox pul verməlidirlər ki, sən sonra açıq deyə bilərsən ki, bilirəm dostum, mənim layihəm deyil. Biraz yəni belə hə, amma çox pul verdilər, ona görə buna görə getdik bu layihə. Hamımızın həyatında elə layihələr var ki, biz sırf pula görə məcbur okey demişik. Bəli. Hamının bildiyi, amma heç kimin yüksək səslə demədiyi problem nədir? Bilmirəm. Mən məsəl üçün bilmirəm. Çünki biz buna qabaq da danışmışıq ki, biz bilmirik hansı mahnı tutacaq, tutmayacaq. Hansı layihə tutar ya tutmayacaq məsəl üçün. Ona görə mən ümumiyyətlə bu sualı ya da bu ümidi qoymuşam qırağa. İllərdə onun üstündə işlədim. Məsəl üçün pul mahnı Rəhim Rəhimlə duetdir. Və bu Rəhim Rəhimin ən axırıncı mahnıdır. Yəni bir həftə rəhmətə getmədən qabaq demo yazdırdı. Mahnı Nadir Nəxtpul mənim üçün yazmışdı. Amma biz Rəhimlə həmişə duet etmək istəyirdik. Və Rəhim mahnını eşitdi, dedi ki, mən də orada yer almaq istəyirəm. Mən dedim ki, super, bizim səsimiz orada çox gözəl. Və o səsi qalıb. Mahnıda nəqarət və bəli, mahnı başlayır Rəhimin səsi ilə. Allah rəhmət eləsin, nə gözəl. Allah rəhmət eləsin, bəli. Allah rəhmət eləsin, onun xəttini çox istəyirəm. Biz həmişə çox maraqlı bir məqamlardan danışmışıq, səhnə məqamları. Çox maraqlı bir məsləhət vermişdi mənə. İndiyə qədər yəni bu məsləhət mənim beynimdədir və bir adım atanda, bir fikirlər olanda deyirəm, yox, addım atacağam. Çünki biz Rəhimlə onu danışırdı. Rəhim həmişə demişdi ki, ilklər həmişə qınaq yəni altında olur. Sən qorxma, elə. Çünki sonra da səni sevəcəklər, sonra da başa düşəcəklər illərlə sonra. Amma yəni bu məsuliyyəti aparması, çünki ilklər neysə bir ilklər atanda insanlara qəribə gəlir və bu normaldır. Çünki biz komfort zonadan çıxırıq və fərqli bir tərəfdən neysə baxırıq. Bizim qıcıq gəlinə bilər, amma xoşumuza gələ də bilər. Ona görə, bəli, Rəhim Rəhimlənəm və biz pul mahnısı niyə görə? Çünki orada maraqlı bir sözlər gedir ki, keçmişdə səhv günlər yox edir gələcəyimi. Amma ki, pul bir sizdə, bir də bizdə. Bir də ingilisdə, yadınızda bir filmdən. Bir də ingilisdə, keyf bir sizdə, bir də bizdə. Tut nə bizi bizdə. Yəni çox belə aktual mahnıdır və mən inanıram ki, hər dəfə aktual olacaq. Çünki pul hər zaman həmişə aktualdır. İnsanlar sizi illərdir Dilarə Kəzmova kimi tanıyırlar. Amma mənə maraqlıdır, evə qayıdıb qapını bağlayandan sonra, səhnə işıqları sönəndən sonra, sosial şəbəkələrdən çıxandan sonra qalan Dilarə kimdir? Çox sadə, uşaq kimi deyə bilərəm. Çünki çox insan deyir ki, mən biraz uşaq xasiyyətim var. Və mən sizə çox sevinirəm. Çünki iç dünyamda olan o qış nağılı yadınızdadır. O
o uşağı içimizdə öldürməyək. Çünki yadınızda da o söhbət. İmlə Qış Nağılda da o var. Axırda Bəli. onu deyirəm bizim filmdə. Evdar belə deyək. Çünki Evdar. evdar bəli. Çünki mən axırıncı vaxtlar, axırıncı il başladım evdə çox iş görməyə özüm. Və başladım həzz almağa. Bu da məni biraz qorxutdu. Çünki mən dedim, aha, ya da biz qocalırıq. Yox, bu Ya sizin nəsə, çünki yəqin mən ki, belə qadın enerjiniz daha çox özünü göstərməyə başlayıb. olar. Və mən başladım, hər şey evdə özüm eləyirəm. Hamı soruşur belə dırnaqlarla. Hər şey özüm eləyirəm. Yəni yox, köməkçim də var. Həzz almağı başladım özüm. Yəni özüm əşyaları yığıram necə istəyirəm. Məsəl üçün çox fikirlər dolu olanda plisoslayıram evi. O da mənə köməkli edir. Hələ bir meditasiya kimi başladım onu. Çünki mənim də 3 dənə heyvanım evdə var. 3 dənə itim, 3 dənə iti sahibləndirmişəm dostlar. 2 dənəsini çöldən götürmüşəm, bir dənə sığınacaqdan götürmüşəm və məncə mənim ən böyük rolum budur. Onlara kömək etmə. Və mənim ifaçılıq bir tərəfi, amma onlara baxanda mən başa düşürəm ki, mən nəsə həyatımda düzgün, 100% düzgün etdim bunu. İndiyə qədər bir münasibətdə etdiyiniz ən böyük səhv. Ümumiyyətlə, sizcə münasibətlərdə qadın və kişilər hansı səhvlər edirlər? Danışmamaq biri-biri ilə. Ancaq bu böyük bir məncə. Hər şey danışmaq lazımdır. Danışmaq lazım, yox. Hər şey necə? Hisslərlə bağlı və biz əvvəlcədən insana baxırıq, amma daha ideallaşdırırıq insanı. Bu bizim böyük problemimizdir. Biz fikirləşirik ki, biz bərabər olandan sonra, ayrı qurandan sonra insan dəyişəcək, amma dəyişməyəcək də insan. Və onu niyə dəyişdirmək lazımdır? O mənim xoşuma gəlmir. Axı insanlar görüşürlər, sən onu belə sevirsən. Sonra da başlayırlar, aha, dəyişiklər. Birinci, bunu geymə, onu eləmə, oraya getmə, bunu... Axı niyə? Sən axı insanı belə sevmirsən. Ya da problemlər səndə var ki, sən belə bir insanı sevmirsən. Yəni, anladınız? Yəni, əgər insanı dəyişdirmək istəyirsənsə, axı sən onu belə dəyişmiş versiyada sevməmişdin. Mənfi tərəfləri sevmək lazım. Məncə sevgi odur ki, sən insana baxırsan, başa düşürsən ki, o böyük mənfi tərəfdir. Amma o qədər onu çox istəyirsən. Ümumən bu mənfi tərəflərə də görə. Bəs bugün həyatınıza daxil olan biri sizi təsirləndirmək üçün nə etməlidir ki, Bilmirəm. deyəsiniz ki, bu adam fərqlidir? Fərqli olmalıdır yəqin. Nə, hansı fərq olmalıdır? Bilmirəm. Yəni, mənim gözümdə fərqli olmalıdır və birdən olur. İnsana baxanda nəsə içdə belə Yanır. yanır. O kimə inanıram, o energiya inanıram. Mən o qədər deyim, bəlkə uşaq kimi indiyə qədər, amma mən belə bir şeylərə inanıram. Çünki, normal sevgi, ailə qurmaq üçün lazımdır fərqli bir sevgi. Biz belə eşitmişik ki, illərlə insanı tanıyırsan, sevirsən, rahat sevgi, sakit sevgi. Mən biraz belə emosional sevgi istəyirəm, biraz belə alovlu. Çünki sakit sevgi hələ bir, necə istədim, yox, bu düzgündür. Amma mən sənət insanı olaraq seçirəm nəsə belə alovlu, qısa olsa da, amma o qədər çox emosiya orada yaşayaq, o qədər yəni ki, sonra mahnılar, çünki mən mahnıları yarısını bilirsiniz ki, özüm yazıram və kliplərin yarısını rejissor mən Bütün özüməm. bu sevgi, emosiyalar sizə mahnını doğmaq üçün lazımdır. Bəli, və mahnı düzgün ya da bir-birinə bağlıdırlar. Hansısa bir gəmginçilik, məsəl üçün gecə melanxoliya mahnısını mən başladım yazmağa. Və melanxoliya mahnısı ən belə sevdiyim mahnıların biridir insanların. Çünki mən melanxoliya yaşayırdım. Amma o qədər həzz alırdım o melanxoliyadan və mən onu çatdırmaq istəyirdim ki, xoş gəldin həyatıma melanxoliya, qaçmıram səndən, xoş gəldin, mən səni gözləyirdim və sən bizim həyatımızda məqamlardan birisən, yəni ona görə xoş gəldin, sevindim, qucaqlaşaq. Çünki melanxoliya və negativi ya da ölüm məsəl insanlar axı qaçırlar və məncə onlar da özlərini tək hiss edirlər. Bir qadın kimi həyat sizə hansı həqiqəti öyrədib ki, onu heç bir kitabdan, müəllimdən və ya təcrübədən öyrənmək mümkün deyil. Həyat sizə nəyi öyrədib? Həyatı qəbul etmək lazımdır, necə var. O, məndə biraz problemlər yaşayıram. Çünki... Siz biraz üsyankarsınız. Nəsə görəndə göz qabağımda mən hələ bir filosofiya söhbətidir. Biz iç dünyamızda, beynimizdə bir filosofiya qururuq özümüz üçün. Ki, məsəl üçün, ölümlə, itkilərlə bağlı budur. Bu üçün beynimizdə yəni sakit oldunuz. Mənim üçün, məsəl üçün, uşaqlara qarşı görəndə kimsə nəsə pislik edir, heyvanlara qarşı nəsə kimsə pislik edir. Bu mənim beynimdə çətinlik yaradır. Bu filosofiyanı otuzdurmaq. Ki, hər şey ədalətlidir bu dünyada. Okey. Amma, məsəl üçün, balaca uşaq neyinib, bu heyvan neyinib. Yenə də tapmağa çalışıram, başa düşürəm ki, hər şeyin bir səbəbi var bu dünyada. Amma bu səbəb hansı səbəbdir?
Məsəl üçün onlara qarşı. Məsəl üçün filmlərə baxmıram. Nə bilim, Xaçıq, belə bir filmlərə ümumiyyətlə baxmıram. Məndə bir dənə film var idi Sovet dövründə. Belə bir çoğunu oxa. Ondan sonra heç bir itlərlə, heyvanlarla əlaqəli mən baxmıram. Çünki mən çox dərin travma yaşayıram buna görə. Keçmişinizdən bir nəfərə cəmi 30 saniyə zəng etmək imkanınız olsa kimə zəng edərdiniz? Belə bir zəng oldu, belə deyək. Mən bu zəng yox, yazmaq istəyirdim. İstəyirdim ya yazdım. Yazmaq istəyirdim. Baxın, mən ümumiyyətlə maraqlı bir dünyamız var. O bayaq danışdığımız 3 nəfərdən biri deyil. Bəli, biz 3 il bərabər idik və evlənməli idik. Bir ay evlənmədən qabaq biz ayrıldıq. Və yəni çox belə pis situasiya olmuşdu. Bu məni məhv eləmişdi. Bu ikinci bir insan həyatımda məni məhv elədi. Ayaq üstə dayana bilmədim, yəni bu xəbər gələndə ya da nəsə anladınız. Yəni çox mənim üçün belə, çünki mən sevirəmsə, mən sevirəm. Mən bu təcrübəni həyatımda keçdim və hər bir müəllimə, insana çox sağ ol demək istəyirəm. Çünki mən... Siz yazmaq istəyirsiniz ki, təşəkkür edirəm. Bəli. Çünki sən məni məhv elədin. Yəni bir tərəfdən ona demək deyir ki, iki tərəfli, axı bizim dünyamız iki tərəflidir. Yaxşı, pis, ağ-qara, yin-yang. Yəni ona görə mən deyirəm ki, mən biraz başa düşmək istəyirəm. Məsəl üçün, məhv elədi, pis olmuşdum, travma keçirtdim. Amma o qədər möhkəm oldu və o qədər indi xoşuma gəlir ki, mən onu keçirtdim, gəldim indi bura. Və biz ailə qursaydı, yəqin ki, mən indi burada oturmazdım. Çünki o qədər imkanlar verməyəcəkdi ki, mən oxuyum, istədiyim kimi şəkillər çəkim, açıq-saçıq bəlkə, məsəl üçün kliplər çəkim. Yəni, öz istədiyim kimi eləyə bilməzdim, mən bunu bilirəm. Fərqli bir dilarədə, fərqli bir yol var. Mən həmişə inanırım ki, bizim 1000 dənə yollarımız var, seçim yolları var. Və hansını sən seçsən, artıq oradan başlayır yenə də yolların. Bunu seçdim, yeni də yollar. Və mən inanırım ki, mən məsəl üçün ərə getsəydim, bərabər tam fərqli bir dilarə, ailə qurursaydı, uşaq olardı, yəqin ki, biz ifaçılıq elərdim, amma fərqli bir dilarə olardı. Və mən bu insana aylarla yazmaq istəyirdim. Halbuki biz 2011-ci, 12-ci ildən danışmırdıq. Siz təsəvvür edin ki, yeni dalğa bitdi, yormalıdan gəldim, biz ayrıldıq. Və inanırsınız, insan özü mənə yazdı. 1-2 aydan sonra mən fikirləşdirdim, yazmadı, o mənə yazdı. Mən səni buraxdım, niyə? Çünki mən gördüm ki, sən mənim yanımda qalsaydın, sən istədiyi edə bilməzdin. Yəni, sən indi qalxdığın zirvələrə qalxmazdın mənim yanımda. Qalxa bilməzdin mənim yanımda. O an siz onun səmimiyyətinə inandınız? Bəli, çünki mən də belə fikirləşirəm. Mən ona dedim ki, amma mən sənə nifrət edirdim. Çünki sən məni sındırdın, məhv elədin. Bütün mənim həyatım darmadağın oldu. Darmadağın və mənim gələcəyim səninlə bağlıydı. Hər şey səninlə bağlıydı. Görürsünüz, ona görə mən bilmirəm. Bu yaxşıdır, ya pis, yəni bu təcrübəni biz yaşayırıq, keçirdirik. Həmin dilarə ola bilmirəm, çünki artıq hansısa bir müdafiə olan insan artıq dedi ki, dilarə bəsdir, yəni belə getsək sən öləcəksən tez. Ona görə mən məsələn müdafiə etməliyəm, bloka qoyuram hansısa bir şeyləri və artıq o sənə belə toxunmayacaq. Və bir tərəfdən insan belə qalır ki, ayda sevə bilməyəcəm o qədər. Sonra da sual gəlir, lazımdır belə sevməyə. Fikirləşirsən ki, bilmirəm ya. Ona görə iki tərəfim var və o iki tərəf həmişə bir-birini. Biri çox sakit, biri belə alovlu və onların arasında qalıram mən hərdən bir. Sirat Körpüsündə neçə yaşınız var idi? 21. Heç dəyişməmisiniz. Yox, dəyişmişəm. Çox sağ olun. Çox xoşdur, amma dəyişmişəm. Bunu da heç dəyişməmisiniz. Yəni, orada da eyni setdəki şıltaq insan indi də eyni davam eləyir və mən indi bilirəm ki, mən sizi indi hesabladım. Mən sizi 20 ildən çox tanıyıram. Çox sağ olun. Ay, çox təşəkkür edirəm. Çox sağ suallarınıza görə maraqlı idi. Çünki həmişə eyni suallar verir insana. Mən özüm yoruluram. Niyə? Çünki iç dünyamı axıra qədər aça bilmirəm. İstədiyim şeylər də var idi danışmağa və mən inanıram ki, bəlkə kim indi məni tanımır bu tərəfdən tanıyacaq.